Salam, hər vaxtınız xeyir olsun dəyərli müəllimlər. Deməli, mən burada bir neçə dənə suala izah vermək istəyirəm. Ondan öncə demək istəyirəm ki, videolarımızı sadəcə bu təşkil incəsənət nəzəriyyə və test kitabının kanallarda qalır. Ona görə məncə tələsməyin, bundan sonra yeni, yəni çapa verilməyəcək kitab bir də qaldı gələn il üçün ikinci nəşrə. Yəni, əgər kitabı əldə etmək istəyənlər nömrə ilə əlaqə saxlasın, kitab qiyməti 30 manatdır. Qeyd edeyim ki, kitab 544 səhifədən ibarətdir və içərisində həm nəzəriyyə, həm də 3000-dən çox test var. Və keçək əsas məsələyə. Müəllim şagirdlərə spektrin 7-ci rənginin tərkib hissəsini hansı rənglər təşkil edir deyə sual ünvanlayır. Şagirdlər suala hansı cavabı versələr doğru etmiş sayılmazlar. Doğru etmiş sayılmazlar. Bəzi müəllimlər sadəcə bu hissəni oxuyur, deyir, yəni 7-ci rəngin tərkib hissəsi hansı rənglər təşkil edir və birbaşa keçir variantlara. Tam sualın şərtini öz üzlüyündə müəyyənləşdirməmiş variantlara keçəndə təbii ki də səhvlərə yol veririk və bunu qəbulda da edirik. Təəssüf ki, sonradan peşmançılıq da fayda vermir. Ona görə sualı tam axıra qədər oxuyuruq, tam başa düşürük, sonra keçirik variantlara. Deməli, burada yanlış cavabı istəyir bizdən. Yəni, yanlış cavabı, hansı cavabı versələr yanlış olacaq. Spektrin 7-ci rəngini bilirik ki, bənövşə idi. Burada uşaq həm spektrin olduğunu bilməlidir, spektrin ardıcıllığını bilməlidir. Və sualın burada isti rənglər nədir, soyuq rəng nədir, qarışıq rəng, əsas rəng, hamısını bunu bilməlidir ki, doğru cavab verə bilsin. Burada yalnız əsas rənglər var. Deməli, tərkibində yalnız əsas rənglərdir, düzdür. Göy və qırmızı rəngləri tərkibində, bəli, isti və soyuq rənglərdir. Bunları versələr doğru etmiş olacaqlar. Amma əgər desələr ki, yalnız soyuq rənglərdən ibarətdir, bu yanlış olacaq. Deməli, doğru variantımız, testimizin doğru variantı C variantı olacaq. Və gəlirik növbəti suala. Burada sualın şərti eynidir, amma variantlar fərqli. Deməli, müəllim şagirdlərə, yəni spektrin 7-ci rənginin tərkib hissəsini hansı rənglər təşkil edir deyə sual ünvanlayır. Şagirdlər suala hansı cavabı versələr doğru etmiş sayılmazlar. Baxırıq A variantına. Tərkibindəki soyuq rəng sarı ilə qarışanda yaşıl rəng yaradır. Bəli, tərkibində soyuq rəng nə idi? Göy rəngi idi. Göy rəngdə sarı ilə qarışanda yaşıl rəng yaradır. Tərkibindəki isti rəng, yəni qırmızı sarı ilə qarışanda narıncı rəng yaradır. Bu da doğrudur. Tərkibində həm isti, həm soyuq rənglər olmasına baxmayaraq rəngin özü isti rəngdir. Bu yanlışdır, çünki rəngin özü isti deyil, soyuq rəngdir. D variantına baxırıq. Sarı rəngi tərkibindəki rənglərlə ayrı-ayrılıqda qarışıqda yaşıl və narıncı rəngləri yaratmaq olur. Bəli. Yəni, göy və qırmızı rənglərdir. Tərkib hissəsi bu bənövşəyi rəngin. Bunlar da ayrı-ayrılıqda sarı ilə qarışdıranda biri yaşıl olur, biri narıncı. Deməli, bizim yanlış cavabımız, yəni testimizin doğru cavabı C variantı olacaq ki, şagirdlər bu cavabı versələr doğru etmiş sayılmazlar. Və gəlirik 3-cü testdə. Müəllim şagirdlərə spektrin 7-ci rəngi necə rəngdir deyə sual ünvanlayır. Şagirdlər suala hansı cavabı versələr doğru etmiş sayılmazlar. Daha doğrusu sayılarlar. Düz oxuyuruq. Doğru etmiş sayılarlar. Deməli, 7-ci rəng yenə də bildik ki, burada bənövşəyi rəngdən söhbət gedir. A variantına baxırıq. Tərkibini isti və soyuq rənglər təşkil etsə də, rəngin özü isti rəngdir. Bu yanlışdır. Bizə doğru variant lazımdır ki, şagirdlər o cavabı versələr doğru etsinlər deyə. Deməli, bu yanlışdır. Çünki rəng isti və soyuq rənglərdən ibarətdir. Rəngin özünün tərkibi, amma özü soyuq rəngdir. Burada isti rəng yazılıb. Tərkibində qarışıq rənglər olsa da, rəngin özü əsas rəngdir. Bu tamamilə kökündən səhvdir. Rəngin özü qarışıqdır, amma tərkibini əsas rənglər təşkil edir. Burada isə əksinə yazılıb. Deməli, bunu da götürmürük. Deməli, tərkibindəki sarı rəng isti, göy isə soyuqdur. Tərkibində təəssüflər olsun ki, bunun sarı rəng yoxdur. Göy isə soyuqdur. Bəli, göy ümumiyyətlə soyuq rəngdir, sarı da isti rəngdir. Amma bənövşəyi rəngin tərkibində sarı rəng yoxdur. Bunu da götürmürük, çünki bu da səhvdir. Tərkib hissəsini göy və qırmızı rənglər təşkil edir. Bu deməli, doğru variantımız D variantı olacaq. Bəli. Və bir də burada elan paylaşmışam və yenə də burada sizə deyirəm ki, inşallah yanvar ayından bizim yeni qruplarımız açılacaq. Yeni qrup və son qrup sürət qrupudur. Burada sürətli şəkildə keçəcək dərslər. Dərsləri də necə şəkildə keçirilir, onu da YouTube kanalımda paylaşmışam. Yəni, link buradadır. Görə bilərsiniz ki, ümumiyyətlə bizim dərslərimiz hansı formada keçirilir.
Deməli, burada siz 3 və 6-cı günlər olacaq dərsimiz. 21:00-da başlayır. Burada video izahlar, ümumi proqram boyunca 5-6 mindən çox elektron test işləmə imkanınız olacaq ki, hər dərs mən sizə mütləq şəkildə testlər göndərəcəm. Deməli, bir video göndərirəm. Həmin o videoda nə izah eləyirəmsə, həmin o izahın, həmin mövzuların əhatə edən testlər göndərirəm. Eyni zamanda metodik vəsaitdən əlavə məlumatlar, onların PDF-si və onların testlərini göndərirəm. Qrupa dinləyici kimi qoşulanlar 25 manat ödəyir. Sadəcə sual-cavab olmaq istəyənlərsə 40 manat ödəniş etmiş olurlar və hər kəsə fərdi olaraq 10 dəqiqə vaxt ayrılır. 10 dəqiqə içərisində tapşırıq olaraq verdiyim dərslərin sual-cavabını eləyirəm. Və 40 manatlığa, yəni sual-cavaba sadəcə 6 nəfər götürülür. Ona görə məncə tələssəz yaxşı olar. 3 yerimiz dolub, 3 yer hələ ki var. Yəni siz müraciət edə bilərsiniz. Yanvarın 1-dən başlayacaq dərslər inşallah ki, 3 və 6-cı günlər. Və burada baxaq, orta əsr heykəltıraşlıq nümunələrini antik sənət nümunələrindən əsasən nə fərqləndirirdi? Bu da 7-ci sinif mövzusudur, heykəltıraşlıq ilk mövzudur. Orta əsr heykəltıraşlıq nümunələrini antik nümunələrdən, sənət nümunələrindən fərqləndirən cəhət nə oldu? İnsan bədəninin gözəlliyi deyil, daxili aləmi və xarakteri təsvir etməsi idi. Burada bədən quruluşu və hərəkətlər təsvir edilirdi, daxili aləm və xarakter təsvir edilirdi. Amma insan bədəninin gözəlliyini tərənnüm etməsi də antik sənət nümunələrinə aid idi. Deməli, doğru variantımız C variantı olacaq. Və baxırıq, gotik üslub mebelində hansı bəzək elementlərindən istifadə olunurdu? Burada hansı bəzək elementlərindən istifadə olunurdu? Baxırıq A variantına oyma naxışlar, şəbəkə və qızılı yaşlı rənglə rənglənmiş həndəsi elementli sarğılar. Bu yanlışdır, çünki burada oyma naxışlar var, şəbəkə və qırmızı yaşlı rənglə rənglənmiş nəbati elementli sarğılar var, həndəsi yox. Deməli, bizim doğru variantımız D variantı olacaq. Bəli. Bu qədər. İnşallah ki, mən başa düşülməyən, yanlış cavab verilən, ziddiyyət təşkil edən test cavablarına da izahlar verməyə çalışacağam. Və hansı test başa düşməsəz, sizə qaranlıq qalsa, mənim şəxsimə yazıb, yəni soruşa bilərsiniz və görsəm ki, həmin mövzudan daha çox istəklər var, təbii ki, həmin testdə də izah verməyə çalışacağam. Hələlik, inşallah yeni dərslərdə, yeni test izahlarında görüşərik.